11-ci siniflərin blok imtahanında hər il düşən bir sualla üzbəyüzük. Deməli, sualda nə deyir? Müstəvini kəsməyən AB parçasının uclarından və M orta nöqtəsindən müstəvinə uyğun olaraq A1, B1 və M1 nöqtələrinə kəsən paralel düz xəttlər çəkilmişdir. A1 8 verir, B1 14 və bizə nə istəyir? M1 parçasının uzunluğunu istəyir. İlk növbədə deyək ki, qeyd edək müstəvini və AB düz xəttinin parçasını göstərək. AB parçasının uclarından A1 və eyni zamanda B1 deyək ki, düz xəttlər çəkilir və buna uyğun olaraq orta nöqtəsindən M1 düz xətti çəkilir. Bizə nədir? A1 8-dir, B1 14 olarsa M1 parçasının uzunluğunu istəyir. Biz buna bu sualda trapesiya kimi yanaşsaq, deyək ki, trapesiyanın bir oturacağı 8-dir, bir oturacağı 14-dür. Onda M1 həmin trapesiyanın orta xətti olacaq və 8 üstə gəl 14 bölək 2 düsturundan tapılacaq ki, bu da nəyə bərabərdir? 11 santimetrə. Bu sualda düzgün variant A variantı.